Deməli, bir hörmətli xanım izləyicimiz yazır. Doktor, bəs xarakterim olan kişini necə bağlamaq olar? Yəni, qürurlu kişidən söhbət gedir. Burada söhbət təkcə kişidən getmir, xarakterli qadınlardan da gedir. Ümumiyyətlə, insanlardan gedir. Əgər sualın özü varsa, bu sual nəyə görə var? Burada iki variant var. Ya insan əmin deyil ki, qarşı tərəf onu sevir ya da sevmir, ya da bilir ki, o onu sevmir. Ya da ümumiyyətlə heç. Üçüncü variant. Heç bir fikri yoxdur, heç yaxınlaşmayıbdır. Düşünür ki, o onu özünə aşıq eləyə bilər. Ümumiyyətlə, belə bir cəhd varsa, yəni kimisə özünə bağlamaq, kimisə geri qaytarmaq, kimisə özünə aşıq eləməyə çalışmaq, bu o insanın yetişkin olmadığını göstərir. O insanın şəxsiyyət olaraq hələ tam formalaşmadığını göstərir. Bu da birbaşa uşaqlıq travmalarından qaynaqlanır. Yəni, uşaq vaxtı təbii ki, bu normal idi. Uşaqdan oyuncağını alanda o ağlayır, sızlayır və ya da bir şey istəyirsə kaprizli eləyir ki, bu mənim olmalıdır. Ya inciyir, küsür ya da aqressiyaya reaksiya verir. O dövrdə hardasa bu normaldır. Lakin o yaşı indiyə gedib daşımaq, yəni indiki yaşa daşımaq artıq patologiyanın olduğunu birbaşa sübut edir. Yəni, yetişkin bir insan hər zaman bilir ki və anlayır ki, bir mənalı olaraq heç kimə bağlamaq olmaz. Bu şeyləri süni şəkildə yaratmaq olmaz. Süni şəkildə bəlkə də ola bilsin yaradıla bilər, lakin bu keçici bir xarakter olacaq. Yəni, o insanın sənə ümumi general desire deyirlər, yəni daxili bir arzu, daxili bir istək, ilkin arzu, o olmayacaq. O müvəqqəti dopaminin qalxması olacaq. O da çıxar maksimizasiyasına bağlanacaq. Ya sən ona çox qayğı verirsən deyənə, ya deyək ki, maddi şəkildə təmin edirsən deyənə, ya da sən onun dərd ortağısan, həddindən artıq yaxşısan, sən bir resurssan, səni itirmək istəməyəcək. Təbii ki, bu şərtlər ta ki qarşısına sevdiyi adam çıxana qədərdir və yaxud da çətinliklər meydana gələnə qədərdir. Yəni, sınaq dövrləri. Bu dövrdə artıq həmin adam səni neyəcək? Tərk eləyəcək. Yəni, birini özünə israrla bağlamaq cəhdi, yəni belə bir texnikalar pick-upda var adətən. Bu da bir balaca peşəkarlıq tələb eləyir. Lakin bu həqiqi münasibətin təzahürü olmayacaq. Bu insanı manipulə etmək olacaq. Başa düşürsünüzmü? Yəni, budur. İnsan, belə deyək də, insanda nə varsa, bu o deməkdir ki, insan onu edir. İnsan nəyi edirsə, demək ki, neyinir? Onu edə bilir. Əgər nəyisə edə bilirsə, demək ki, bunu edəcəyinə inanır və özünə icazə verir bunu etməyə. Əgər insan nəyə inanırsa, nələrə inanırsa, dəyərlər sisteminədirsə, bu insanın kim olduğunu göstərir. Yəni, birini özünə bağlamaq cəhdi, kimisə geri qaytarmaq cəhdi əslində onu göstərir ki, səndə olmayan şeyi sən əldə eləmək istəyirsən. Əgər sən əldə eləmək istəyirsənsə, demək ki, sən nədir? Verə bilmərsən bu şeyi. İnsan ancaq bir şeylə dolub daşanda onu vermə qabiliyyətinə malik ola bilər. Əlində bir paçka pulun yoxdursa, kimsə səndən necələr pul istəsə, onu ona verə bilmərsən təbii ki. Düzdürmü? Bu bir faktdır, bu bir reallıqdır. Əgər sən uşaq vaxtından travma almısansa, sevgiyə açsansa, o sevgini verə bilmərsən. Qayğıya açsansa, o qayğını həqiqətən də verə bilmərsən. Bu cəhdlər sadəcə kimisə özünə bəyəndirmə cəhdləri olacaq. Yəni, sizin sualınızın cavabı budur ki, yəni, siz öz travmalarınızdan azad olmamış, heç bir zaman bir başqasını özünüzə bağlaya bilmərsiniz. Əgər texnikalarla, manipulyasiya ilə bağlasanız belə, bu həqiqi münasibət olmayacaq və şərtlərə bağlı olacaq. Dediyim kimi, qarşısına əsl sevdiyi çıxana qədər və çətinliklərlə qarşılaşana qədər davam eləyəcək bunların hamısı. Diqqətinizə görə minnətdaram. Sağ olun.